mübarək Ramazan ayı onudur. Peyğəmbərimizin zövcəsi xanım Xədicənin vəfat günüdür. O gün münasibətindən sizə başsağlığı deyirəm. Peyğəmbərimizin zövcəsi xanım Xədicənin İslam ümmətinin üzərində çox böyük haqqı var. Həzrəti Xədicə Peyğəmbərdən ha vaxt izdivac edib. O zaman izdivac edib ki, Peyğəmbər bir yetimdir. Peyğəmbər kasıb birisidir. Peyğəmbər düzdür Qureyşdən, amma sadə bir adam. Xanım Xədicə kimdir? Əşrafdandır, adlı sanlıdır, pullu paralıdır, böyük tacirdir, bu cür. İndi bunun qapısına nə qədər adam elçi gəlib, xanım Xədicə hamısına yox deyib. Peyğəmbər buna elçi düşür. Peyğəmbərə hə deyir. Peyğəmbərə hə deyəndə bu əşraflar təəccüb edirlər, deyirlər, bu dəli mi oldu, ağlı mı azaldı bunun? Kimə hə dedi bu? Bu qədər yəni, gözəl, göyçək, pullu, paralı iş adamları dura-dura getdi bir adama hə dedi ki, kimsəsi yox, yetim birisidir, pulu parası yox. İslam Peyğəmbəri hələ Peyğəmbərliyə yetişməmişdən öncə onu əmin adlandırırdılar. Peyğəmbər o qədər düz idi, əməli, danışığı, sözü, Peyğəmbəri əmin adlandırırdılar. Yəni, hər kəsin mühüm əmanət olsa gətirirlər, Peyğəmbərə verirdilər. Peyğəmbər neçə dəfə bunun qafiləsində, bunun karvanında yol getmişdi. Elə bir bunun işçi olmuşdu da, bunun işində buna yardım eləmişdi. Oradan Peyğəmbəri tanımışdı. Bu çox düz adamdır, əxlaqlı birisidir. İndi belə bir vəziyyətdə Xədicə Kubra bundan evlənir. Şeyb Əbi Talib də Peyğəmbəri mühasirə eləyirlər də, uzun müddət Peyğəmbər mühasirədə qalır. Orada çox çətinliyə düşürlər. Bir xurmadan neçə nəfər orada o xurmadan yaşayırlar. Neçə gün o xurmadan yaşayırlar. Bu ağır, çətin günlərdə Həzrəti Xədicə Peyğəmbərin kənarında olub. Və tarixdə də var ki, nə qədər Xədicə xanım sağ idi, Peyğəmbər ikinci bir zövcədən evlənmədi. Xanım Xədicə belə mübarək insandır. O bir xanımları Peyğəmbər qüdrətə çatıb, şan şöhrətə minib, Peyğəmbərlik missiyasını üzərinə götürüb, Mədinədə hakimiyyət qurub, növbə-növbənin dalındadır. Hamı istəyir o şərafətə nail ola ki, Peyğəmbər ondan evlənə. Birisi Peyğəmbərin adına, birisi təbərrüc deyir, mən Peyğəmbərdən evlənim, təbərrüc olsun da, mən Peyğəmbərin zövcəsi şərafətinə alım. Biri Peyğəmbərin postuna, biri Peyğəmbərin şöhrətinə, hər bir niyyətlə Peyğəmbərə elçi düşüblər, evlənməyə. Amma Xədicə xanım bunlardan çox fərqlidir. Xədicə xanım bir zamanda Peyğəmbərdən evləndi ki, onların heç biri Peyğəmbərdə yox idi. Yəni, zahirdə yox idi. Peyğəmbər nə şöhrət tapmamışdı, nə Peyğəmbərlik missiyası götürməmişdi, nə hakimiyyət qurmamışdı, nə şanı şöhrəti yox idi, nə adı sanı yox idi. Əlbəttə, Allah qatında var idi. İnsanlar içərisində hələ bu yayılmamışdı. Yəni, bu olur sırf ixlas. Həzrəti Xədicənin izdivacı sırf ixlas üzərində idi. O xanım 11 imamın nənəsidir. 11 imamın nənəsidir. O xanımın bətnindən Həzrəti Zəhra salamullah əleyhə dünyaya gəlib ki, 11 imam anasıdır, bu da olur nənə.